Göster arka kamerada göster. Sabırlı olun. Dəfələrlə sürət həddinin aşılması videoları özləri tərəfindən paylaşılıb. Səhifəni siliblər. Buyurun. Allah dünyadan köçənə rəhmət eləsin. Yüksək surət can alır. Bir daha deyirəm. Allah bu dünyadan köçənə rəhmət eləsin. Hər kəsin alın yazısı bir cürə yazılıb. Buradan dünyadan köçənin yaxınlarına başsağlığı diləyirəm. Yüksək sürət can alır. Yollarda müəyyən edilmiş nişanlar var, sürət həddləri var. Əgər o qəza anı arzunun çevik reaksiyası olmasaydı, nə arzu, nə övladı naibə, nə də mən sizlərin qarşısında olmazdıq. Maşın sürərkən ara məsafəsi saxlamaq lazımdır. Yüksək sürət can alır. Və düz olan şəxs haqqı ədaləti məhkəmədə axtarır. Vətən xainlərinin, ölkə başçısı və vətən haqqında Azərbaycanlıları təhqir edən insanların canlı yayınında haqq ədalət axtarılmır. Mən bu qədərini deyə bilərəm. Allah dünyadan köçənə rəhmət eləsin, cavan idi. Onların da acısı bizlərin acısıdır. Yəni mənə bu videolar göndərildi və mən paylaşdım, göstərdim. Bir daha deyirəm, yüksək surət can alır. Və öz canınızdan əlavə də ətrafınızdakı olan insanları da risk altına atırsınız. Arzu, Allah sənə bu çətin yolda güc qüvvət versin. Yəqin ki, bu da sənin üçün bir imtihan oldu. Bir imtihan oldu, dostunu, düşmənini, ətrafındakiləri tanıdın. Mənimlə əvvəllər dostluq etdiyin zaman səni qınıyırdılar. Ki, niyə Müjganla dostluq eləyirsən? Müjgan yaxşı qız deyil, deyən insanlar bugünkü gündə sənin yıxıldığını görüb, sənə bir udar da onlar vurmağa çalışdı. Mən axıra kimi, sonuna qədər haqq ədalət yolunda, haqq çərçivəsində, ədalət çərçivəsində səni ilə bir çörək kəsən qız kimi axıra kimi yanındayam. Və o biri məhkəməndə də şahid qismində olmasam da bir dost kimi sənin yanında olacam. Canlı yayın açmağa ehtiyac yoxdur. Elə varlığımla, cismim ilə sənin yanında olacam. Allah səni, sənin ailəni qorusun, Allah sənə pislik etmək istəyən insanları da bildiyi kimi eləsin. Ən azından hadisə zamanı mən sənin yanında idim, mən gözlərimlə gördüm ki, hadisə necə oldu. Yəni Allah saxladı bizi. Bizi Allah saxladı. Bəlkə də sənin etmiş olduğun yaxşılıqlar bizləri qorudu. Bu qədər. Və bilib bilmədən müzakirə aparanlar, biri deyir maşından adam vurub, biri deyir kimsə yolu keçirdi, belə oldu. Yəni hərə bildi bilmədi müzakirə eləyir. Bilmədiyi mövzu haqqında siz necə müzakirə apara bilərsiniz? Hadisəni görən, bilən şəxs qalıb buraqda, hadisəni görməyən, heç bir məlumat olmayan şəxslər müzakirə eləyir. Nə üçün? Prim üçün, reyting üçün. Mən dostumdan reyting üçün, prim üçün istifadə edəcək qədər düşməmişəm. Haqq ədalət çərçivəsində həmişə də yanındayam.
Mənim yol hərəkəti qaydaları haqqında danışdığım kaydı götürmüsünüz, bu söhbətə montaj eləmisiniz. Ayrı-ayrı vaxtlarda, ayrı-ayrı tarixlərdə danışılan söz-söhbəti ard-arda paylaşmışsınız. Güya ki, mən o mövzu haqqında danışmışam. Mövzu az qala... Aycan. Hansı videodur? Gözlə. Bax, bu videoda eyni bizim qəza kimi olub video. Bir dənə buna baxın. Day bağışla. Yazı paylaşıblar. Sağdan gördün dayı necə şəkli qırağa. Bu videoları niye sildiniz? Bu videolar, bu səhifələr niye silindi? Gördünüz dayının üstündə necə sürürdü, dayı qaçdı. Mən dedim də ki, o sanki Əzrail idi, bizi də alıb aparacaqdı. Az qala həm ağ maşını vurmuşdu, həm də sağda gedən piyadalının üstünə çıxmışdı maşın. Qurban olum Allaha. O insanın da qisməti oraya kimi yazılır. Biz də pis oluruq. Bir cavan gənc həyatını itirdi. Təəssüflər olsun ki, biz orada hadisənin şahidi qismində rol aldıq. O videoları niye sildiniz? Niye gedib vətən xainlərinin, vətən haqqında, vətənin əleyhinə danışan insanların yayımına qoşulub bizi söydürürsünüz? Siz o yayına qoşulduqdan sonra məni təhqir eləyirlər. Mənim ətrafımı, niyə? Məhkəmədə gəlib haqq ədaləti danışdığım üçünmü? Yəni siz bununla şahidi təsir mi göstərməyə çalışırdınız? Heç vaxtı. Heç vaxtı. Mən düzünü məhkəmədə nə demişəmsə odur. Düz olan kəs haqq ədaləti vətən xainlərinin yayımında yox, məhkəmədə axtarar. Necə ki, nə Arzu, nə mən o yayınlara qoşulmadıq, onların niyyəti odur ki, biz o yayınlara qoşulaq. Qoşulmamışıq, qoşulmarıq da. Və TikTok haqq ədalət yeri deyil. Rast ki, siz bizi cəmiyyət qarşısında yalançı çıxartmaya çalışırsınızsa, bizim də bu videoları göstərmək borcumuz idi və göstərdim. Və axıra kimi də haqq ədalətin yanında olacağım. Axıra kimi. Axıra kimi. Və mənim yol hərəkəti qaydaları haqqında danışdığım söz-söhbəti, başqa mövzular, başqa vaxtlarda olan mövzunu ard-arda montaj edib bu qəzaya bağlamağınız da gülünç, sadəcə olaraq gülünç vericidir. İcazə verin, rəhmətə gedən torpağında rahat yatsın. O insanı orada narahat eləməyin. Və günahsız insanların günahına girməyin. Çaresiz yüreğimden koparmadım. Yürüdü şair ayrı bedenlerden. Tez verdi çattı hicran ömrümüze. Sebepsiz ayrılılar insanım. Çaresiz yüreğimden koparmadım. Kayıt elədilər, paylaşalar baxarsınız. Və bu videolar ictimailəşdiriləcək. Sildirərsiniz o səhifələri yenə. Ayıb olsun. Şəhərə çıxmaq istəyirəm, harasa getmək istəyirəm. Neçə gün evdən bayra çıxmıram. Ürəyim sıxır, partlayıram. Sağ olsun,
Bizim bir rəfiqəm var, Monika, o dəvət elədi ki, gəl çıxaq gedək dənizin qırağına, biraz qışqıraq orada. Mən canlı yayında da dedim. İlk öncə maşın yanımızdan çox sürətlə keçdi. Mən elə bilim ki, bizə dəydi. Mən bizə dəyib dəymədiyini əmin olmaq üçün düşdüm, maşının arxasını göstərdim. Maşında heç zərrə qədər də cızıq yox idi. Bunu yayında ki göstərmişəm. Və canlı yayında da o düşüb. Hətta Tarix Əliyev də o videonu paylaşmışdı storiesində ki, demişəm ki, yüksək sürətlə gəlirdi. Küləyi bizi sirkələdi maşını. Maşın 2 dəfə bardura dəyib 3 dəfə göydə uçdu. Biz şokda idik, biz qorxmuşduq. Amma buna baxmayaraq, can itkisi olmasın deyə gördüm, Arzu orada özündən gedib, balası orada qorxub. Çünki hadisənin, yəni o faciəvi hadisənin çox yaxından şahid olduq, qorxduq. Buna baxmayaraq mən yenə də 103-ə zəng elədim, 2 dəfə yığdıq. Yığdım. Məni söydürürsünüz, bəlkə də övladınız mənim 103-ə yığmamın sayəsində həyatda qalıb. Qulağı eşitsə də, eşitməsə də Allah şəfa versin. Allah dünyadan köçənə rəhmət eləsin. Heç kəs istəməzdi ki, belə bir hadisə yaşanılsın, amma qismət. Qismət. Orada biz olmaya da bilərdik o hadisə baş verən zaman. Göz, nəfis. Bizə, yəni o imkanı yaratdı ki, hadisə anında biz də orada olduq. Bizi də bu vəziyyətə salan göz, nəfis oldu. Bu da bilmirəm. Talih idi, qismət idi, bizim imtihanımız idi. Xeyr, o hadisə qəza ilə aidiyyatı yox idi. Mən o hadisə haqqında ümumiyyətlə burada danışmamışam. Mənim danışdığım digər çıxışlarım yol hərəkəti qaydalarından ibarət olub. Bir ara izləyicilərim mənə deyirdi ki, Müşkən, gəl sənə maşın alaq. Hətta burada mənim Meyra adlı izləyicim var idi. Öz maşınını mənə vermək istəyirdi. Mən də yol hərəkəti qaydalarını bilib-bilmədiyim haqqında izləyicilərlə fikir mübadiləsi aparırdım. Amma siz bəziləriniz götürmüşsünüz, süni intellekt olmayıb, xeyr. Sadəcə olaraq bəzi bizi sevməyənlər götürüb o məsələni elə göstərib, elə ictimailəşdiriblər ki, gəl ki, mən ona Arzu haqqında danışmışam. Heç orada Arzunun adı belə çəkilməyib. Vəssalam, qutardı, bitdi. Belə də ki, hər şey canlı yayında olmuşdu. Məsələni ora-bura çəkmək istəyənlərin nə marağı var, bilmirəm. Arzunu xəstəxanaya mən aparmışam. Mənim pravam, sürücülük vəsiqəm olmadığına görə Mərdəkanda bir kənd uşağı tapdım. Dedim, qardaş, qız özündən gedib, həyəcan keçirdi, hadisənin şokundadır. Aparaq xəstəxanaya, getmişik xəstəxanaya, 2 saata yaxın biz xəstəxanada olmuşuq. Yanında olmuşam. Mənə orada iddiam edirlər ki, özgə vaxtı canlı yayın açan adam niyə canlı yayın açmamışdı? Rəfiqəm orada özündən gedib, xəstəxanadadır. Necə canlı yayın açmalıyam? Necə canlı yayın açıb prim yığmalıydım ki, ya, Arzu qorxub özündən gedib? Nə danışırsınız? Rəfiqə deməyim, bacım deyim. Yaxşı, düz deyirsiniz. Aşkın əyridir. Nə etməliydim? Uşaq qorxub, Arzu qorxub, ailəsi mənə yığır. Nə etməliydim? O vəziyyətdə canlı yayın açıb reyting oynamalıydım. Özündən gedib adam. Təcili tibbi yardıma yığmışıq, hələ gəlib çıxmayıb. Və zamanında, vaxtında aeroportda olmalıydı. Çünki əvvəlcədən bilet alınmışdı. Uçub getməliydi Almaniyaya. İnşallah ki, haqq ədalət öz yerini tapacaq. Burada heç kəs hakim deyil, burada heç kəs məhkəmə deyil. Ən düzünü məhkəmə biləcək, hakim qərarını verəcək. Mən hazır. Monika, hara gəlin bacı? This stainless steel thermal bottle from Timbu has completely transformed my daily routine. It keeps my tea hot for hours and my water cold. It's sleek, durable, and I absolutely love it. If you're looking for one that really works, grab it.
Monika, hara gedək? Hara gəlim? O nədir düşdü? Bilən də canlı yayın açır, danışır. Bilən də video paylaşır hadisəni. Bilməyən də video paylaşır. Nədir prim, nədir reyting. İnsanların yaralarından, acılarından az prim yığın. O rol arxasında hər biriniz oturursunuz. Siz oturmasanız da əziziniz, yaxınınız oturur. Bilmək olmaz o rol arxasında kimin başına iş gələ bilər. Heç kəsə bədbəxtçiliyi arzulamayın. Bu nə mahnıdır? Gedirik Diana Novxanıya. Hacı bəlkə şəhər tərəfdə oturaq. Tamam, demirəm. Tamam bacı, yerimizi demirəm, amma şəhər tərəfdə oturaq bəlkə. Görürsən, dostdan çox düşmən var. Biraz təkliyə getməyək, ictimai yerdə oturaq. Hə, tamam. Yeri demə. Konuma elə vursam gətirəcək ora. Özüm kimi. Все, çıxırıq. Monika mənim moderatorumdur. Saçımı muzla. Sən maşınla gəlirsən, maşınlansan bacı. Bacı bəlkə Targoviya. Hə, taksi ilə, все. Nə qədər çatarsın ora? Mən oran konumu varsa da at mənə birbaşa üstünə vurum çıxım. Konum gəlir, çıxar. Ay qızlar, Arzu deyil, Monikadır. Görüb depresyondayım, çağırır. Neçə gündə evdən bayıra çıxmıram. Haqsız yerə təhqir olunuram, söylürəm. Vətən xanları tərəfindən. Depresyondayım. Depresyonda. Çünki haqsız yerə təhqir olunuram. Mənə psixoloji zərbə vurmağa çalışırlar. Bu Elgünün ahasını gətirən qoyaq cibinə yola salaq yayınımızdan. Aha deyil, ohadır. Bloka. Xoş getdin. Sifarişdir də xanım, sifarişdir. Sifarişdir. İnşallah ki, haqq ədalət yerini tapacaq. Və bunun üçün də lazımsa o addımı da atmağımın hazıram.
Şu ürəyim bir dənə. Vəzifəsi bir buram qarşısına çıxırım.